Bəzən tibbi xidmətin göstərilməsi zamanı arzu olunmayan nəticələr yarana bilir. Bu zaman əsas məsələ həmin nəticələrin həkim səhvi ilə bağlı olub-olmamasının müəyyən edilməsidir. Qeyd edirik ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun şəxsiyyət hüquqlarının müdafiəsi haqqında 24 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarı ilə bu məsələ ilə bağlı mühüm məqamlar dəqiqləşdirilmişdir. Belə ki, tibbi xidmət, tibbi prosedurlara və tibb elminin ümumi qəbul olunmuş sübutlu təbabət prinsiplərinə uyğun olaraq lazımi diqqət və qayğı göstərilməklə icra edilibsə, bu zaman yaranmış arzu olunmaz nəticəyə görə məsuliyyət istisna edilir. Başqa sözlə, həkim bütün prosedurlara riayət edibsə, lazımi diqqət və qayğı göstəribsə, yaranmış arzu olunmayan nəticələrə görə məsuliyyət daşımır. Yəni bu halda əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin bilik, bacarıq və imkanlarından xaric səbəblərdən yaranmış nəticə hesab olunur.